Həftəlik bürclər, od ünsürləri qoç, şirox atanlar 16 maydan 22 may zamanlaması. Qoçlar üçün pillə başlanğıcı, qoçlar üçün başladığımız bir nüansda nələr söyləyə bilərəm? Mükəmməl bir günəşli bir zaman keçidiniz var. Mükəmməl dişil energetikaların aktivliyi və mükəmməl ailə bağlarının yüksəlişi. Qoçlar, hansı cümləni başlatım ki, ürəyinizcə olsun? Yaxşı. O zaman gənc yaşlı qoç xanımları, bəyləri, sizdən bəhs edəsi olsaq. Ətrafımdan birazcık sanki sözümü yanlış anlamayın əsla, tiksinməyə başlayıram. İğrənmək deməyək buna, iptallərə bağlayaq. Tiksinirəm. Çünki ətrafımda o dayanan, stimul verməyə çalışan, öncəlikləri daşımağa çalışan, ətraf bugün bilirəm ki, birazcık kumpas qurur, oyun qurur. Amma hədəfləriniz bundan ibarətdir ki, işığı görəcəksiniz, işığa yönələcəksiniz. İkili münasibətlər şahanə. Əgər ikili münasibət, ailə bağları, sevgililik, nişanlılıq, platonik, flört fərq etməz. Öncəlikləriniz nədən ibarətdir? Qədriniz bilinəcəkdir. Qoçlara nə lazımdır? Ki, zaten mən maddi, mənəvi sahalarda özümü gücləndirirəmsə, bir dəyər alım. O dəyəri bu həftə görəcəksiniz, qoçlar. Əgər ki, maddi konulardan bəhs ediriksə, mükəmməl saha ondan ibarətdir ki, bu həftə qazanmaq adına durumlarınız stimul olaraq, stimul verici, nüans, qürurlama dəngəsi olaraqdan daha da asanlaşacaq. Yaxşı, bu qədər enerjilərin mükəmməlliyi nədəndir? Qoçlar, dualarınızı aktiv edin. Qoçlar, negativlərdən qorunun. Etdiyiniz meditasiyalar, ağzınızdan çıxan olur, dildə deyəcəm, hər kəlimə belə enerji yükünüzü dəyişdirən bir konudur. Qoçlar üçün bu bonuslu bir həftədir. Təbii ki, takdiri ilahi, yaradana təşəkkür etmə durumları, kağız parçaları bunu hər zaman söyləyirik ki, zaten sadəcə bir göstəriş adına limitdir. Qoçlar nə etdi də bunu qazandı? Qoçlar kötülüklər qarşısında iyiliklərlə cavab verməyiniz. Və bu həftə sizi 7 günlük balansda deyil də zaman yolculuğunu onsuz aparır. Məsələ ondan ibarətdir ki, qoçlar üçün ən dəyərli nüans sadəcə və sadəcə diqqət etmələri gərəkən bu fazlalıqları görüb də yolunuzu şaşmamaq, düşüncənizi şaşmamaq. Birazcık oynayacaqsınız, birazcık limit olaraq kartlar açıb bağlayacaqsınız qarşınızdakı tərəflərə. Amma yenə də qoçları güclü mövqedə tutan sevdikləri və doğmaları öncəlikdəsiz. Xoş xəbərlərlə, gedişatlarla aktiv sahalar qazanacaqsınız. Mükəmməl enerjini alıb qəbul edirəm. 7-7-7 möcüzələrə hər daim açığam deyərəkdən nisbət alın. Yaxşı, şirlər. Həyata çox pəmbə eynəklə baxmağınız sizi birazcık, nasıl dərlər, ciddiyyətdən qeyri-ciddiyyət aparır. Amma, tamam, mən bir aslan insanıyam, mən aslan kadını, aslan bəyi olaraqdan öncəliklərimi irəli çəkəcəm. Utanılacaq insanlar var ki, sözümü deyib onlara da öz yerini, öz hədəfini göstərəcəm. Amma şirlər, siz bu həftə nə etməlisiniz dediyimizdə tamam da hər şey gözəl, hər şey mükəmməl, yenilənmələrə açıqsınız, amma birazcıq təlxəylik, bu sözümü əsla yanlış anlamayın, durumuna, moduna keçməyə çalışacaqsınız daha doğrusu. Əşi dediyiniz cümlənin arxasında nəyə dayanır? Hökümlü şəkildə dövr və dövran keçidlərinizdə, yəni zaman yolculuğu dəngənizdə. Əgər bu bəsitləşmələri yaradarsanızsa, hanə çərçivənizdə bayağı bir bozuntu dəngəsinin aktiv sahası var. Diqqət edin və iptal edərəkdən bu cümlələri qururam. Ən pasiv enerjiləri çıxardacağım sizin üçün, daha doğrusu ən pasiv enerjilərin o çıxış dəngələrindən bəhs edəcəm sizə. Yolculuqlar, danışıqlar, söhbətlər, geniş həyatı, limitlər qazanmaq və mükəmməli adına mükəmməl saha. Hanənizə huzur gəlir. Şir insanlarım. Qeyri-ciddi yanaşdığınız münasibətlər keçidində də artıq sizi ciddiyyətə aparan, halqalı, düşüncəli və öncəlikli partner energetikanızı gördüm ki, bu da sizə zamanın boşu-boşuna axmasına deyil də, zamanın dolu-dolu tavırlarda enerji göstərməsi adına limit var. Qız bürç, daha doğrusu aslanlar, sizin üçün belə bir söz deyəcəm. Çox gözəl göy qurşaqları parlayır. Həftəni taclandıra bilərsiniz, işıqlı bir nüanslara gətirə bilərsiniz. Amma utandığınız, bacardığınız durumları göstəriş etməyiniz,
Söz və fikir o adına utanqaçlığınız isə sizə xeyir gətirməz. İbtallərə bağlayaq çalışın. Bu həftə öz fikirlərinizi söyləyin. Ehtiyat edirsiniz. Ehtiyat etmənizə gərəkən durumu budur ki, birdən söyləyərəm, yanlış anlaşılaram. Çıxın bu enerjilərdən. Sözünüzü, hədəfinizi insanlara tam göstərərəkdən maddi mənəvi sahaları yüksəldəcəksiniz. Şerbürçləri bir də sizə xoş sürprizli, hədiyyəli, xoş sürprizli, düşüncəli gələn insanlar, xüsusən də bəyəfəndi çizgilərində xanımlar limiti öncəlikdir. İkili münasibətlər gərginliklərdən çıxdığı zaman, ümumiyyətlə orta yaş, gənc yaşda şerbürcü xanımlara çox iddialısınız, bəyəfəndiləri isə qaçmayın, ailə, qədri və yönü bilərəkdən öncəlikləri gedin. Biz sizə yanlış anlamayın, fikir söyləmək, ağıl öyrətmək, əsla ki, zaten düşən energetika yükünüzdür. Hayırlısı deyək sizin üçün. Davam edək. Şirlər, bir tək bunu da deyim sizə, sürprizi gedişatlarda adi qarşılamayın insanları. Çünki çox dəyər verici dəngələriniz var sizə gələn, sizə yönələn. Ki, bunu da dəyərləndirməyə çalışacaqsınız həftə daxilində. Gözəl enerjilər göndərməyi də sizə unutmayın. Ən gözəl təbii ki, takdir ilahi. Davam edək. Oxatanlar. Oxatanlar yenə oturub düşünür. Oxatanlar istəyir ki, tam mərkəzdə imperator, imperatrisə olsun ki, zaten bunda bacarmağınız adına nə? Özəllikləriniz, öz mükəmməlliyiniz öncəlik edəcəkdir. Bu qədər öncəlikləri varkən oxatanlar nə edəcək? Maddi sahaları yüksəltmək, mirasla bağlı, evlə bağlı, sənət işləri ilə, alım-satım, araba ilə bağlı, bağ, həyat evi, zaten burada öncəliklərdəsiz. Bir də diqqət etməniz gerəkən nədir? Birazcıq halallaşma konularına diqqət edin. O demək deyil ki, burada nüans, mən söz halallığı, təbii ki, anladınız mı? Mən bunu edirəm, icazəniz varmı? Bunun üçün mənə yol göstərərsiniz, mənim sevdiklərim, doğmalarım. Bir fikir ortaqlığına gəlin desəm daha gözəl cümlə. Oxatanlar əslində qeyri-adi qərarlar etməyəcəksiniz bu həftə, amma qeyri-adi sürprizlərlə çox rastlaşacaqsınız. Bu sizə isə yeni yolculuqlar, yeni huzur bulacağınız hədəflər gətirir ki, güclənmə, ayın energetikası yük olaraq, enerji olaraq çəkimlər alır həyatınızda. Deyərdim ki, elə sırf günəşin əkizlər bürcünə keçməsi oxatanların yolculuğunda çox konuları dəyişdirəcək. Rəqəmsal konularınız da aktivdir. Zaman konusuna, dəqiqə konusuna, öncəlik aldığınız hədəfdə, xüsusən də gecənin o, belə deyim, sehirli energetikaları öncəlik edəcək ki, duygusal bağlardasın. Qüvvətlənməsi, barışıq adına nüanslar, təbii ki, ən gözəl takdir ilahi, günü bütünlü dəyərləndirmə adına və ən gözəli də maddi konuların, sahaların açılmasıdır sizin üçün. Birazcıq düşüncə konularında çox zaman oxuyuram yorumlarda ki, anlamırıq deyilənləri təkrar dinləməyə və burada işlətilən cümlə, fikir anlamında əsla bizi yanlış anlamayın. Dolğun şəkildə enerjiləri aktivləşməsi adına bəsit düşüncə olaraq da deyil əsla. Yenə də yanlış anlamayın, amma aktivlik olaraqdan da təkrar dinləyin. Mükəmməl sahalarınız var. Əslində mən o ünsürlərini bu həftə tapmaca, bilməcə anlamında çox gedişatlarda gördüm. Sürpriz boğçaları çoxdur. Açırsınız, sandığı tökürsünüz, pambığı, ən gözəl enerjilər nədirsə o konularda da qalın deyəcəm. Təbii ki, yenə də ən gözəli takdir ilahi. Uğurlar.